Salam, hər ikiniz xoş gəlmisiniz. Özünüzü təqdim edin zəhmət olmasa. Salam, mən Ülkər Süleymanova. Hal-hazırda VTB Bankda reporter kimi fəaliyyət göstərirəm. Hobbi kimi isə yazarlıqla məşğulam. Bundan sonra sizi kirpi adlandıracağıq. Bəli. Mən Ülkər, 8 yaşındayam hal-hazırda. Aşağı Göyünüş məktəbində təhsil alıram və qiymətlərim də çox yaxşıdır. Bundan sonra və həmişə sənə Ülkər deyəcəyik. Və xahişim, kirpi həmişə suallarımızı bu gün üçün cavablasın. Ülkər isə qeyd edəcəyim müxtəlif tarixlər üçün. Yaxşı. Necəsən? Bu gün yaxşıyam. Ülkər, sən necəsən? Bu gün 27 mart saat 11-dir. Çox yaxşıyam. Anamla birlikdə qonşuya gedəcəyik. Bu müsahibəni bir kitab kimi düşünsək, bir ön sözdür. Öncə kirpidən eşidək. Hər şey çox çətindir, amma üstəsindən gələ bilən kirpi var. İndi isə 27 mart saat 1 üçün Ülkərdən eşidək. Dostum Əleyşə ilə həyətdə oynayır və çox xoşbəxtdirlər. Mükəmməl. Torpaqdan bir tort hazırladılar və üzərinə şamlar qoyublar. İndi davam edək. Səncə insanlar sənə baxanda ilk nə reaksiya verir kirpi? Onlar çox həyəcanlanırlar. Bəzən qorxuya düşürlər, amma sadəcə salam vermələri lazımdır. 10 yaşlı Ülkər, bəs sənə? Xatırlayıram, toydaydım və məndən böyük bacı deyə bilərəm onlara. İki qız məni gördü və qorxduqlarını reaksiya kimi göstərdilər. İlk dəfə qorxulu olduğumu onda düşündüm. Üzünə nə olub sualını ilk dəfə eşidəndə nə baş verdi? Nə olduğunu artıq bilirəm. Bu mənim yaşadığım bir hadisədir və bunu qəbullanmaq lazımdır. Ülkər üçün? Ülkər hələ başa düşmür nə olduğunu. O zamanla anlayacaq ki, üzündə hansı dəyişiklik var. Yaşaya bilmədiklərinə və yaşadıqlarına hər an üzülərək keçirəcək. Amma zamanla hər şeyin üstəsindən gəlib bugünkü Ülkər olacaq. Kirpi, niyə əməliyyat etdirmirsən? Artıq istəmirəm. 30 yaşındakı bir kirpinin buna ehtiyacı yoxdur. 17 yaşındakı Ülkər, niyə bunu istəmirsən? Maddi imkanımız yoxdur. Ailəm hər şey üçün çaba göstərdilər. Lakin mənə elə gəlir ki, bizim seçimimiz bizim təhsilimizdən yana oldu. Bu çox çətindir. Bunu necə bacarmısan kirpi? Çətin olduğunu dərk edərək başladım deyəsən. Həqiqətən çətindir, amma bu çətinin üstəsindən gəlməyə məcburam. Bu çox çətindir. Ülkər bunu necə bacardı və neçə yaşında? Ülkər 10 yaşında nənəsi ilə toya gedəndə bacardı. Həmin o toyda iki qızın mənə baxıb qorxmuş reaksiyasından sonra evə gəldi. Bir müddət heç kəs heç nə demədi, çünki bununla üzləşməli idi. Aynaya bir daha baxdı və orada həqiqətən fərqli bir Ülkər vardı. İnsanların ona yazıq kimi baxmağı kirpini narahat edir. Bəli, çox narahat edir. Bu məndə aşırı rəqabət hissini gücləndirir və bu mənim həyat üçün mübarizədə əlavə efor sərf etməyimə səbəb olur. Mənim üçün həyat yazığı gəlinən bir obrazda olmamalıyam. 12 yaşlı Ülkərə yazıq kimi baxılmağı ona necə təsir edir? Digər yoldaşlarından fərqli olduğunu düşünür və necə bununla baş edəcəyini bilmir. Məqsədi təkcə oxumaq və daha çox irəliyə getmək. Olduğu yerdən daha çox uzağa, özü üçün xoşbəxt olacağı bir yer tapmaq niyyətindədir. 12 yaşındakı Ülkər. Bu gün gəlin pul yığaq sözü eşitsə kirpi, bu ona nəyi xatırladacaq? Sadəcə bir cümləni. Mən sənin üçün üzümün suyunu töküb pul yığmışdım. 8 yaşlı Ülkər gəlin pul yığaq sözü eşitsə nə hiss edəcək? Çox həvəslidir. Bu dəqiqə yığın və mən Türkiyəyə gedib bu əməliyyatı olmalıyam deyə bilər. Sizin üçün ən dəyərli dəstək biçimi hansıdır kirpi? Yanımda olmaq. Bu təmassal və ya fiziksel olan bir yardım deyil, ruhsal olaraq yanımda olmağı bacarmaq. Bu mənim üçün ən böyük yardımdır, dəstəkdir. Məncə mənim ətrafımdakı insanların da ən yaxşı bacardığı şey mənim yanımda olmaqdır. Çünki insan tək olarkən heç bir zaman mübarizəni davam etdirə bilmir. 8 yaşlı Ülkər üçün? Nənəsinin və babasının onun yanında olması, qorxma biz sənin yanındayıq və hər zaman yanında olacağıq sözləri. Bununla yanı sıra ailəsinin ona dəstəyi. Sosial medianı silin. Özünüzü bu şəkildə insanlara göstərib, diqqət mərkəzində saxlamayın deyəndə insanlar
sizcə sizi qoruyurdu, yoxsa gizlətmək istəyirdi? Məncə öz qorxularından qaçırlar onlar. Üzləşmək istəmirlər, vicdanlı sorumluluqlarından qaçırlar. Çünki bu cəmiyyətdə hər birimizin öz hüquqlarımız var və biz istədiyimiz kimi sosial media hesablarından istifadə edə bilərik. Əlbəttə, etik çərçivədə. Və mən qərar verdim ki, görünür olmaq tək mənə yox, həm də 8 yaşlı Ülkərə də böyük dəstək olacaq. Nəzərə alsaq ki, 9 yaşlı Ülkərin sosial mediada profili yox idi. Həmin dövrdə onun tək sosiallaşma vasitəsi ailəsi idi. Bu istiqamətdə ailəsi daha çox məhdudlaşdırıcı idi, yoxsa dəstəkləyici? Dəstəkləyici deyə bilərəm və bunu əlavə olaraq qeyd edim ki, 8 yaşlı həmin Ülkər o hadisədən sonra bir neçə il sonra artıq cəmiyyət arasına daha çox çıxmalı idi və bu zaman nənəsinin böyük bir dəstəyi var idi. Bir gün nənəm məni bir toya apardı və bilirsiniz, kənd yerlərində toy daha qarışıq olur və hər kəs bir-birinə baxır. Sənin üzərində diqqət daha çox olur. Ətrafında isə balaca uşaqlar, həyat toyu olduğu üçün balaca uşaqlar daha çox oynayırlar və sən kənarda çəkilib durursan. Bu anda başlayırsan qorxmağa, tək olduğunu düşünürsən. Bütün uşaqlar birlikdədir, ancaq sən təksən. Və üzümü gizlətməyə çalışırdım, çünki topalaşıb bütün uşaqlar mənim üzümü barmaqla göstərib ələ salıb gülürdülər və ya bir-birlərini çağırıb məni göstərirdilər. Nənəmin isə mənə sadəcə bir sözü oldu. Başını dik tut, sənin utanılacaq heç nəyin yoxdur və sən çox gözəlsən. Siz çox gözəlsiniz. Çox sağ ol. Kirpi, aynada necə bir qadın görürsən? Tək olduğum zaman zəif bir qadın görürəm. Güclü olmağa çalışan zəif bir qadın. Ancaq şiş toxunuşlardan sonra son dərəcə güclü, gözəl və cazibədar görürəm. 27 mart 2004-cü ildən sonra Ülkər ilk dəfə ayna qarşısında kimi görür? O tanımadı özünü. O düşünmüşdü ki, bu başqasıdır. Və ilk ayna ilə üzləşməsində dedim ki, mən niyə belə oldum? Bu izlər nə zaman keçib gedəcək? Görəsən, mənim dodağım yenə əvvəlki kimi olacaq və yaxud da burnum. Çox qəribə idi. Sənsən, amma o deyilsən. Hər zaman hər kəsin bildiyi Ülkər artıq yox olmuşdu aynada. Ülkər bəs aynada gördüyünü nə vaxt mənimsədi? Zaman aldı, Mənimsəyibmi? Kirpi. bəlkə də. Yaşadığınız ən ironik hadisə. Kirpinin yaşadığı ən ironik hadisə hardasa 5 il əvvəl idi. Dayanacaqda marşrut gözləyirdim. Bu zaman bir dayı yaxınlaşdı və mənə dedi ki, gəl qızım, gedək sənin üçün bir televiziya proqramına və daha doğrusu bir neçəsinin adını çəkdi, sənin üçün yardıma pul yığaq. Dayın ölməyib ki, sənin yanındadır və sənin əməliyyatını etdirəcək. Çox sağ olsun o dayını və mən bir ay depressiyada qaldım ondan sonra. Bəs 13 yaşlı Ülkərin yaşadığı ən ironik hadisə? 13 yaşlı Ülkər o zamanlar heç nəyə ironik baxmırdı. Mənim üçün hər şey ciddi idi, həyatı çox ciddi idi, onun gülünən tərəfi yox idi. 13 yaşındaykən daha tez böyümək və anama demişdim ki, mən nə zaman böyüyəcəm? Anam bu suala biraz aqressiv cavab vermişdi. Ancaq böyümək istəməyimin tək səbəbi var idi, çünki fikrimi ifadə edə bilməməkdən, uşaq olmaqdan yorulmuşdum. Uşaqkən böyük düşüncələrində olmaqdan yorulmuşdum. Və 13 yaşındakı həmin Ülkərin ironik heç bir şeyi yox idi. Həyat çox ciddi idi, amma heç fərqində də belə deyilmiş ki, bu gün oturub nələri çəkəsdi. Kirpi üçün ən doğru bilinən yanlış hansıdır? İnsanların bəzən təmas edərək sənə yazığı gəldiyini göstərməsi, əlinə toxunması, səni cəmiyyət içərisində olur-olmaz suallar verilməsi və yazıq deyilərkən bunu haqlıymış hər kəs
bir-birinə yazığı gələrmiş kimi bunu müdafiə edən insanların olması. Bəs Ülker üçün ən doğru bilinən yanlış hansıdır? Mənim bu suala cavabım yoxdur. O zamanki duruma görə hər kəs haqlı idi, çünki mən haqsız idim. Uşaqların fikirləri çox alınmırdı. Ülker az öncə ciddiyə alınmadığını dedi. Uşaqların ciddiyə alınmadığını. Hal-hazırda Kirpidən xahişim, onun uşaqkən hər kəsə deyib də ciddiyə alınmadığı o cümləni bizə deməyinizdir. Bir cümləyə sığdıra bilmərəm, amma həmin Ülkenin danışmağa ehtiyacı vardı. Bu hadisəni, olanları və bitənləri danışmağa ehtiyacı vardı. Çünki onda suallar qaldıqca bu bir vicdan sorumluluğuna çevrilməyə başladı zamanla. Bizdən sorumluluq dedikdə daha aydın. Çünki bu hadisədə həyatını itirən biri var idi və mən isə yaşayan tərəf idim. Ülkenin həyatına girən yeni terminlər olduqca o anlaya bilmirdi ki, bu işdə mən günahkaram, yoxsa günahkar deyiləm. Sadəcə günahkarmışcasına bu işin üstü örtülürdü, heç kəs danışmırdı bu haqqda. Bəlkə də günahkar axtarmaq istəmirdi həmin Ülker. Sadəcə onun bu hadisəni bağıraraq danışmağa ehtiyacı vardı, dinlənilməyə ehtiyacı vardı. Bəzən valideynlərimizin doğru bildiyi yanlış davranış formaları var ki, insan bunu böyüdükcə anlayır. Onlar bizi qorumaq üçün bizi maksimum dərəcədə incitməməyə çalışırlar. Hər şeydə bizi qorumağa çalışırlar. Amma qoruduğumuz şeylər yaralarımızın üstünü örtməyə səbəb olur. Amma əgər ora bir iltihab düşübsə, zamanla o kirkə çevrilir. Sadəcə iltihab formasında, başqa formada üzə çıxır. Ülker heç bir zaman 8 yaşında qalmadı, 10 yaşında qalmadı, 30 yaşına gəldi. Həmin bu yolda onun zamanla anlatmaq istədiyi şey danışmaqdır. 19, hardasa 22 yaşlarımda bir gün bir psixoloqun sözü qarşıma çıxdı. Əslində mən onunla danışmağa qərar verdim. Susulan problem saatlı bombaya bənzəyir. Nə zaman və harda partlayacağı bilinmir. Biz problemlərimizi susuruq. Əksinə, danışmalıyıq, izah etməliyik, problemə dəstək olmalıyıq. Bəs ya valideyn, ya dost, ya ətrafdakı digər insanlar danışacaq qədər güclü deyilsə, Qarşı tərəfdəki insan yaşayacaq qədər güclüdürsə, onlar da ona dəstək ola biləcək qədər danışmağı seçməlidirlər. Bunun bir yolunu tapmalıdırlar. Çünki həyatında fərqliliyi olan, fiziki məhdudiyyət deyə bilərik, başqa hər hansısa bir depressiv halda olan insan varsa, o insanın tək ehtiyac duyduğu şey dinlənilməkdir, danışmaqdır. Susulan problem saatlı bombadır. kirpini ən yaxşı anlayan şəxs kimdir? Kirpini ən yaxşı anlayan anamdır. Amma o susmağı seçir. 13 yaşlı Ülkeri. Nənəsi hər zaman anlayan nənəsidir. Qoruyanlar isə babası ilə atasıdır. Kirpin həyatındakı qırılma anı. Əslində bir əvvəlcəsində qeyd elədiyim idi ki, o sözləri görmüşdü və mənim üçün susmamaq lazımdır. Amma hansı ki, psixoloqun dediyi söz, susulan problem saatlı bombaya bənzəyir və nə zaman, harda partlayacağı bilinmir. Bunu oxuduqdan sonra da bir müddət bununla necə mübarizə aparacağımı düşündüm və bir neçə il əvvəl maşın qəzası keçirdim. Həmin qəzadan sonra artıq anladım ki, bu həyat çox anidir. Əslində həmin gün yenə xoşbəxt idim və ani bir qəza ilə məni silkələdi. Hər şeyə hazır ol. Mənim üçün qırılma anı buydu. Ülkerin 8-15 yaş arası həyatının qırılma anı. Yeniyetməlik dövrləridir. Mənim üçün yeniyetməlik dövrləri çox çətin deyə bilərəm və həmçinin də ətrafında bir çox yaşıdlarım var. Bir qadın olaraq, bir qız uşağı olaraq yeniyetməlik dövrlərində fərqliliyi olaraq yaşamaq çox çətindir. 8-15 yaşlı Ülkerin ən xoşbəxt anı. 8 yaşımda hələ bu hadisə olmamışdı. Həmin hadisənin qışında mən Bakıya gəlmişdim atamla, əmimgilə getdik və yeni ili orada qeyd eləmişdik.
Kirpinin həyatının ən xoşbəxt anı. Magistraturaya qəbul olduğum zaman idi. Çünki bir şeyləri bacardığımı hiss eləmişdim. Və mənim üçün bəlkə də qırılma anı başqa idi, amma dönüm nöqtəsi özüm üçün elədiyim və ilk öz seçimimin nəticəsini görmək məni çox xoşbəxt eləmişdi. Çünki bakalavr dövründə ailəmin seçdiyi bir təhsil almışdım. İstədiyim bir şey yox idi. Ancaq sonradan ailəmin dəstəyi ilə magistraturaya qəbul oldum və həyatımın yaxşı yönə doğru çevrildiyini şahid oldum. Müsbət və mənfi mənada kirpinin ayrı-seçkiliyə məruz qaldığı anlar. Məncə iş yerlərinə CV göndərdiyim zaman düşünürdüm ki, mənfi mənada ayrı-seçkilikdir və CV-də şəklim olduğunu, iş tapmaqda çox çətinlik çəkirdim və tanışlıqla ilk işimə qəbul olmuşdum. Yəni mənə görə buydu həmin zamanda. Səncə kirpinin ən böyük səhvi nədir? Bəzən tez kədərlənməsin. 9-20 yaş arasında Ülkərin ən böyük səhvi nə idi? Əməliyyata razı olmamalı idi. Sonrakı estetik əməliyyatlarına razı olmamalı idi. Ailəsinə bu mövzuda əlindən gələni deyib bu əməliyyatlara girməməli idi. Kirpi özünü hansı əsərin qəhrəmanı olaraq görür? Martini idi. 9 yaşlı Ülkər özünü hansı əsərin qəhrəmanı olaraq görür? Çalı quşundakı Fəridə. 8 yaşlı Ülkərə 25 mart nə demək istəyərdi? Get babangilə bir həftə orada qal. Novruz bayramı bitsin, sonra evə qayıdarsan, yenidən məktəbinə dönərsən, yenə dərslərinə, qardaşınla dalaşarsan, həyətdə qonşularla oynayarsan, get babangilə. Bu bayram babangildə keçir. Bəs 1 may? Qorxma, bu da keçəsdir. Random bir sarğılardan birisidir. Çox qışqırma, çünki bu səni üzür. Güclü ol. Qapının ağzında gözləyən atam var. Ülkər, sən kirpiyə nə demək istəyərsən eyni günlərdə? Sakin ol, səbirli ol. Ülkər, relaks ol. Keçəsidir. Bir kitabda bir söz var. Böyüyün olaraq sənə deyirəm. Zaman çox gözəl bir şeydir. Heç bir zaman dayanmır. Acı ən dərinə işlədiyində belə zaman dayanmır. Bunlar da keçəsidir. Kitablardan davam edək. Kirpi Ülkərə hansı kitabı daha tez oxumağı tövsiyə edərdi? Nereye gidiyoruz baba? Yazarın adı Cin. Sen Cin idi adı. Adımda değil. Nereye gidiyoruz baba? Burada atanın iki əlilliyi olan övladı var. Valideyn aspektindən doğru görür, doğru göstərir hər şeyi. Və mən istərdim ki, Ülkər onu zamanında oxusun, ailəsinə qarşı çox yargılayıcı olmasın. Bəs Ülkər kirpinin nəyi unutmamağını istəyərdi? Unutmamağını yox, unutmağını istərdim. O hadisəni unutmağını, geriyə ilişib qalmamağını və davam eləməyini. O uşaq ona bunu deyir sadəcə. Bəsdir, bu tərəfə baxıb durdun, çıx get yoluna. Özün dediyin kimi, zaman keçir. Kirpi, cəmiyyət, dövlət və valideyndən istədiklərini bir cümlə ilə ifadə et. Cəmiyyətdə bir-birimizə qarşı anlayışlı olmaq, fərqliliyi olan insanlara qarşı daha diqqətli, ancaq gözə çarpıcı deyil. Dövlətdən isə sadəcə fərqliliyi olan insanların görünür olmasına dəstək olmaları. Çünki göz vərdişi çox önəmlidir. Valideynlər isə daha səbirli olmalıdır. Bəs Ülkərin cavabı? Ülkər çox baxmayın deyir cəmiyyətə. Diqqətiniz məndə olmasın. Dövlətdən isə məni mükafatlandırın. Mən çətin bir mübarizənin içərisindəyəm. Etdiyim kiçik şeydə də sizdən böyük xoşbəxtliklər gözləyirəm. Valideynimə isə mənimlə danış. İndi isə kitabın son sözünü Kirpidən və Ülkərdən alaq. Hər şeyə rəğmən çox güclü və çox xoşbəxt bir qadınam. Ülkər. 8 yaşımdakı mən. Qorxma.
Sən elə güclü bir qadın olasan ki, hər kəs bundan danışacaq.